Allah'ın adı. Xoş gəlibsən. Hüseyin bala, nətər sən öldün oğlu? Yaxşısan? İndi qulaq asaq görək bir kişilər nə arıyor. Can, Afiq kişinin oğlu. Öpürəm mən səni. Haralardasan ha, onun bala? Can sağlığı. Can, Abdullah kişinin oğlu. Yoska bala. Bax, Adəm bala. Asim oğlu. Öpürəm mədi. Saç da yerindədir, hamısı qaydasındadır. Elibala məktəbi gəncə budur var. Bunların qardaşını alım. Allah bunları var eləsin. Yenə mən dünənləri dediyim söz elə belə demirəm. Kim xələfdir, yeri buradadır. Kim naxələfdir, Elibala məktəbində yeri yoxdur. Yenə deyirəm, çox oğlanlar gəlib boynunu püküb burada durubdur. Qəbul eləmişik. Nəyə başarmışıq? Əlimizdən nə gəlib örgətmişik. Amma onu yaddan çıxartmasınlar ki, Eldəniz müəllimdir. Müəllim xeyir duasını göydə mələklər də alqışlayır. Allaha qurbanım, Allah can sağlığı versin. Biz həmişə öz işimizin başında, bax belə gözəl, bax tələbələrlə, bax bunların qadasını alın. Afiq oğlu, söz səndə.
Söz səndə. Ağam mənim peşək. Elibala məktəbi Gəncədən var. Bəli. Hardadır? Hardadır o məktəb? Sağ ol Hüseyin. Sağ olun uşaqlar, gözəl ifadə. Elvanız müəllim yaşayış yeri, Gəncə şəhəri iş yerimizdə Əmiyolçular Mədəniyyət Sarayının qapısı xalqın balalarının üzünə açıqdır. Biz hazırıq qəbul eləyək. Nə biliriksə də, sizin tələbə qadanızı alın. Sağ olun. Amin bala, xoş gəlibsən. Amin bala hardasa bir 3 aydır bir balaca. Yəni işlə, güclə əlaqəli. İndi maşallah var, gəldi, gənə bax. Gəldi, 10 dəqiqədə öldü nağaranın. Çünki bünövrə elə bala məktəbində tökülübdür. Sağ olun uşaqlar, əla, süper.